ki, 59 yaşlı bizim Bakı metropolitenində 40 kilometrlik tunelimiz var. 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda qurulan tunellərin uzunluğu 71 kilometrdir. Yəni işin həcmini buradan artıq hiss etmək olar və bu da imkan verir ki, Azərbaycana həm daxili nəqliyyat şəbəkəsinə Qarabağ, Şərqi Zəngəzuru inteqrasiya elətdirsin, həmçinin də regional şəbəkəyə. İndiki zamanda hər yol zolağından asılı olmayaraq müstəsna əhəmiyyəti var. Çünki bölgəmizdə bir hərəkətlilik var, bölgəmizdə mürəkkəb bir geosiyasi vəziyyət var. Elə gətirib ki, şimalımız və cənubumuz sanksiya altındadır. Qırmızı dənizin girişində Husilərin hücumu nəticəsində dəniz marşrutları dəyişib və biraz da uzanıb. Bu da konteyner qıtlığına gətirib. Bizə xeyir gələn tərəflər də var. Buradan da alternativ dəhlizlərə diqqət yönəlir. Bu da quruya doğru baxanda yeganə ölkə Azərbaycandır ki, burada bu əlaqəni təmin edir və orta dəhlizin infrastrukturu var ən azından. Bəli, infrastrukturu var.